Allahümme ölmemişten önce senden tövbe, nasuh tövbeni ve ölüm anında da hüsnü hatimeni istəyirəm. Sufyan Thawri kimi imam ölüm anında ağlayır. Deyirlər ki, imam nəyə ağlayırsan? Deyir, qorxuram ki, ruhumdan qabaq imanım çıxar. Günə fikirləşir. İmam-ı dünya fil hadis və zuhd və ibadə və taat, savvam, qavvam. İbadətdə ona çatan yoxdur zamanında. Ölüm anında qorxur, ağlayır, axırıncı dəqiqələrdir. Bu saçı qarqara başlayacaq. Nə ağlayırsan şeyx, nə oldu, nə baş verir? Qorxuram ki, iman birinci çıxar. Biz nə gündəyik? Biz nəyə arxayınıq? Biz neyinirik? Biz hara gedirik? Günah, balaş, hədiyə, havayı. Heç olmazsa tövbə elə. Və üçüncü bəndi nədir? As-sabr. Bu ilə də kitab və Qur'anın işığında istiqraran ulema baxandan sonra əmin oldular ki, cənnətin açarlarından da biri səbirdir və səbirsiz cənnəti əldə etmək mümkün deyil. Elə isə öz nəfsimə, miskin, yazıq, günahkar nəfsimə və qardaşlarıma Allahdan bütün bu şöbələrdə səbri diləyirəm. Amin. Hədə və sallallahu və səllim alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcməin.